bizim anamızın ömrünün son günləridir. Mənim dəlilim var. Deyirlər ki, kim onu sevirsə onun anasıdır. Belə ana yasına gələn kimi özümüzü hiss eləyək. Ağlayırdı bu günlərdə. Deyirdi, ilahi, bilirəm atam getdi sənin yanındadır, Peyğəmbər. Mələklər onu görmək istəyirdi, göyün mələkləri. Amma yer üzündən vəhy kəsildi. Axı Quran buyurur, Peyğəmbər nə qədər sizin içinizdədir, sizə bəla gəlməyəcək. Və cəmaat da əlidən üz döndərib. Gör nə böyük müsibətdir. Xanım görür ki, nə müsibətə düçar olublar, ağlayır. Mən sizə bir sual verim. Həzrət Zəhra zəif adam idi. Xanım Fatimə zəif adam idi ki, ağlayırdı. Güclü adamlar axı qəmini gizlədir, ifadə eləmir. Əlbəttə ki, zəif deyildi. Kim xanım Zəhraya zəif deyə bilər? Bəs güclü adam idisə niyə nalə eləyirdi? Mən deyim, bilmirəm kim nə qədər başa düşəcək düşsün. Xanım Fatimə Zəhra naləsi ilə təhlükə xəbəri verir. Özüm üçün ağlamıram. Sizin vəziyyətinizə baxıram, uçuruma tərəf gedirsiniz. Ana